Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. B bərabərdir ulduz simvoluna, A bərabərdir onlayn Python ifadəsinə, sətrinə və yeni A-yı mənimsədir. A-nın içərisindəki n-ləri B ilə, B də ulduz olduğuna görə n simvollarını bir ulduzla əvəzləyir. Onda A belə olacaq da yazıram. N görəndə bir dənə ulduz. L, I. N görəndə bir dənə ulduz. E. Və Python sözündə də N görəndə bir dənə ulduz. A bərabərdir buna. Daha sonra A-nı upper mənimsədir A-ya, yəni bütün hərfləri böyük eləyir. Böyük eləyəndən sonra, elə təsəvvür ki, hamısı böyüdür. Böyük eləyəndən sonra onlar var, hamısı böyüdürsə, bunlar da böyük olacaq da ikisi də. Böyük onun olduğu yerləri 2 dənə B, yəni 2 dənə ulduz əvəzləyir. Onda yenə A belə olacaq. Böyük onu gördü, bura 2 vur B, yəni 2 dənə ulduz. Sonra özündə də bir dənə ulduz var və hamısını upper edirəm. L, I, özündə bir dənə ulduz var. E, ardında yazıram. P, böyük hərflə yazıram. Y, T, H. Böyük onu görür. Bunu 2 dənə ulduz və özündə bir dənə də ulduz var. Bax, yeni A artıq budur. Yeni A budur. Onda A'nın uzunluğundan, A'nın uzunluğu nə qədərdir? 3, 4, 5, 6, 7, boşluq var 8, 9, 10, 11, 12, 13, 14, 15-də. A'nın uzunluğu 15-dir. 15-dən çıxıram. A-nın içərisində B, yəni ulduzun sayları. Ulduz bax 3 dənə burada var. Bu 4. 3 dənə də burada var. 7. Yəni ulduzun sayları 7 dənədir. 15-dən 7 çıxıram. Doğru cavab olacaq 8.